Gördüyünüz kimi maşınımız həyətdə şarj edir. Hal-hazırda 32 kilometr şarj olunub, 3 saat 48 dəqiqə göstərir və 15-14 amperlə şarj olunur. Ev şəraitində şarja qoyduğunuzda bir məlumat da deyim ki, ev şəraitində zaritgəyə qoyduğunuz müddətdə 100% olduğunda 100% olan kimi maşından çıxartmayın. O əlavə 1-2 dəqiqədə saxlayır maşının özündə və o akkumulyatoruna ötürür biraz gücü. O gücü akkumulyatoruna ötürür deyə maşının ömrü uzanır. Yəni bunu da yadınızdan çıxartmayın. Mən bugün sizə hal-hazırda gündür deyə bunu örtmüşəm. Mən bugün sizə maşını necə yenilənmə verə bilərsiniz? Yenilənmələr hardan olur? Belə deyək, maşını xodlamaq olmur. Sadəcə yandıra bilərik sizə göstərməyim üçün. Daxil oluruq buradan Wi-Fi işarəsinə. Yəni əgər yuxarıdan istəmirsinizsə, məsələn buradan ayarlara girə bilərsiniz. Burada network seçə bilərsiniz. Burada VLAN, yəni Wi-Fi seçə bilərsiniz. Açılan pəncərədə mən indi həyətdəyəm deyə həyətin Wi-Fi-ndayam. Açılan pəncərədə məsələn saxladığınız həyətinizdə və yaxud bina evlərində olanlar da sual verir ki, bəs biz harda yenilənmə eləyək? Mən onlara ən asan yolunu deyirəm. Bu videoda deyim, bilin, ən asan yolu necədir? Məsələn, bir mərtəbəli bir kafe, hər hansı bir restoran falan, belə bir tanıdığınız yer olsun. Sürün yanına, Wi-Fi ha tərəfdədirsə, Wi-Fi yaxın saxlayın. Restorandan, kafedən bir xahiş edin, Wi-Fi parolunu desinlər. Siz də o Wi-Fi'yə qoşulun, orada maşını rahat şəkildə yeniləyin və yaxud hər hansı bir tanış bir avtoservisin yanına gedin və yaxud yağ dəyişməyə getdiyiniz halda, məsələn, yağ dəyişmə yerində olan Wi-Fi varsa, məsələn, ona qoşulun. Yəni, Wi-Fi'yə qoşulmaq üçün çox yer var, bina evində yaşayanlar üçün deyirəm bunu. Yəni, onları eləyə bilərsiniz. Saxlayın bir hansı bir avtoservisdə, xahiş edin ki, bir 10 dəqiqə, 15 dəqiqə dursam olar burada və yaxud nəyəsə bir iş görürsünüzsə, həmin momentdə, yəni ağlınızda bulunsun, gizlincə də olsa, atdan eləyərsiniz həmin şeyi. Qoşulandan sonra Wi-Fi'yə gəlirik burada update gördüyünüz yerə. Update'in üstünə basırıq. Görürsünüz, mənə yazıb ki, version is up to date. Yəni, mən versiyanı yeniləmişəm. Versiyada buradadır, nələri yeniləyib buradadır. Amma biz yenə də yoxlayacağıq. Varsa da yenisini yükləyəcəyik. Yəqin ki, bəlkə də məndə olmayacaq. Dediyim kimi, məndə yoxdur. Mən sonuncunu eləmişəm. Maşını noyabrda almışam və maşın 7 aydır məndədir. 7 ay ərzində mən bir dəfə yenilənmə gəlib. Maşını aldığımdan 1-2 həftə sonra, 3 həftə sonra yenilənmə gəldi və mən o yenilənməni elədim. Siz də dediyim kimi gəldiniz, Wi-Fi'yə qoşuldunuz, amma megabayt açmayın. Megabaytla bunu yeniləməyin. Həm də yeniləmək çox vaxt olmur. Yəni, sistem onu başa düşmür, qəbul eləmir. Evin interneti olmalıdır, evə çəkilən Wi-Fi interneti olmalıdır, daha rahat olması üçün də. Update-ə bastınız, yenə dedim, burada rate indi məndə yenilənmə olub deyə çox güman ki, məndə yoxdur. Amma sizdə burada yenilənmə gələcək, install düyməsi gələcək, basacaqsınız installa. Nə gəldisə, next eləyəcəksiniz, oturub gözləyəcəksiniz. Mənim yenilənməm təxmini 30 dəqiqə falan çəkdi, 25-30 dəqiqə falan çəkdi. Yəqin ki, sizdə də bir 25-30 dəqiqə çəkər. Çox insan yenilənmə vermir, sadəcə sürür. İndi yenilənmədə tam detallı olaraq nələr olduğunu mən yalan deyərəm sizə. Çünki mən də başa düşmürəm ki, məsələn, RR-də 1.5-i yeniləyib, RL-də məsələn 1.5-i yeniləyib, EPS-də 0.1-i yeniləyib. Bu yenilədiyi, yəni hal-hazırda məndə olan versiyadır da, burada gördüyünüz kimi version detail. Yəni, versiyada bunları yeniləyib mənə. Mən bilmirəm, yalan demək də istəmirəm, amma bunun da asan yolu var ki, məsələn, buranın bir şəklini çəkirsiniz. ChatGPT, Gemini ya da Cloud-a yazırsınız ki, məsələn, bu mənim maşınımın versiya detallarıdır. Mən maşınımı yeniləmişəm. Bunlar nə deməkdir? İndi yəqin ki, o sizə
cüzi də olsa başa salacaq. Mən heç araşdırma eləməmişəm. Bu maşına aid olan bir şeydir. Mənim bilməyimə ehtiyac yoxdur. Mənim bilməyimə əgər maşının bilsə ki, maşın sahibi, yiyəsi istəsə ki, məsələn, sürücü bilsin nədir, bura belə kodlar yazmaz ki, məsələn, mən aydın başa düşəcəyim sözlərdə yazar ki, mən falan şeyi, məsələn, yeniləmişəm. Bu günlük bu qədər əziz dostlar. Bu günlük yeniləməyi göstərmək istəyirdim. Çox insan soruşurdu yeniləmək necə olur. Onu göstərdim sizə. Sağ olun, kanalımıza takip atmamışsınızsa takip atın. Kanalı takip atıp yorum yazanda mən də sevinirəm və çalışıram videolar çəkim. Çox sağ olun, görüşərik.